Salam, hörmətli şagirdlər. Mən 216 nömrəli tam orta məktəbin rəqəmsal bacarıqlar müəlliməsi Cəbrayılov Vüsalə. Bu günləri sizlərlə 2-ci sinif mövzusu olan proqram təminatı mövzusunun izahına baxmaq istəyirəm. İlk öncə mövzunun izahına keçməmişdən öncə gəlin bundan bir əvvəlki dərsimiz olan kompüterin aparat təminatı mövzusunu izah edək. Biz həmin mövzunu izah edərkən də danışdıq ki, informasiya kompüterdə müxtəlif proseslər vasitəsilə yerinə yetirmək olar, informasiyanı ötürmək olar, saxlamaq olar və emal etmək olar. Gəlin baxaq görək ki, bizim hansı qurğularımız var idi? Qulaqlıq var idi. Qulaqlıq nə idi? Səs informasiyanı bizə ötürürdü. Sərt disk var idi. Sərt disk nə üçün istifadə olunurdu? Kompüterdə hər hansı bir informasiyanı saxlamaq üçün istifadə olunurdu. Klaviatura, mətin informasiyasını kompüterə daxil etmək üçün istifadə olunurdu. Siçan, eyni şəkildə siçan da daxil etmə qurğusu idi və biz kompüterdə hər hansı bir proqramı və yaxud da hər hansı bir faylı açmaq istəyəndə mütləq siçandan istifadə edirdik. Mikrofon səs informasiyanı kompüterə ötürürdü. Monitor, kompüterin daxilində olan informasiyaları bizə göstərirdi. Prosesor dedik ki, nə idi? Kompüterin beyni idi və informasiyanı emal edirdi. Və növbəti qurğumuz printer. Printer dediyi nə edirdi? Hansı ki biz KSG-ləri və yaxud da kitabdan oxuduğumuz məlumatlar printerin vasitəsilə vərəqə çap olunurdu. Burada da ümumiləşdirək. Deməli, informasiyanı ötürür hansı qurğular? Qulaqlıq, mikrofon, monitor, printer, klaviatura, siçan. İnformasiyanı saxlayır hansı qurğu? Sərt disk. İnformasiyanı emal edir hansı qurğu? Prosesor. Yəni kompüterin beyni. Və biz kompüterə informasiyanı ötürərkən həmin qurğuları 3 hissəyə ayrılmışdıq. Hansılar ki, bunlar giriş, çıxış və ikisi bir yerdə olan giriş-çıxış qurğuları idi. Deməli, gəlin bir də izah verək. Qulaqlıq dedik ki, nə edir? Səs informasiyanı insana ötürür. Yəni, əgər biz tutaq ki, musiqi dinləmək istəyiriksə, bizə köməyimizə nə çatır? Qulaqlıq çatır. Kompüterdə və yaxud da telefonda olan musiqini bizə ötürür. Deməli, qulaqlıq burada nə qurğusudur? Çıxış qurğusudur. Çünki informasiyanı kompüterdən insana ötürdü. Sensorlu ekran. Biz demişdik ki, telefonlarımızın ekranı sensorlu ekrandır və biz orada həm informasiyanı görə bilirik, həm də informasiyanı ora daxil edə bilirik. Deməli, bu hansı qurğuya aiddir? Giriş-çıxış qurğusuna aiddir. Klaviatura nə edirdi? Mətin informasiyanı kompüterə daxil edirdi. Deməli, klaviatura nə qurğusudur? Giriş qurğusudur. Eyni şəkildə siçan. Siçan nədir? Giriş qurğusudur. Mikrofon dediyi nə idi? Bizim səsimizi kompüterə ötürürdü. Deməli, mikrofon da giriş qurğusudur. Monitor nə edirdi? Kompüterin daxilində olan informasiyanı insanlara göstərirdi. Deməli, informasiya kompüterin içinə nə edirdi? Çıxırdı. Deməli, monitor çıxış qurğusudur. VR dəbilqə dedik ki, həm giriş, həm çıxış qurğusudur. Printer məlumatları kağız üzərinə çap etdiyi üçün çıxış qurğusudur. Bəli, burada da görünür giriş qurğuları, çıxış qurğuları və giriş-çıxış qurğuları ki, biz bunları sadaladıq. İndi isə gəlin mövzumuzun izahına keçək, yəni proqram təminatı mövzusunun izahına baxaq. Uşaqlar, belə bir situasiya verilir. Deyir ki, Fərid riyaziyyatdan misalları həll edir, lakin düzgün həll edə biləcəyindən əmin deyil. O misalları düzgün həll edib etmədiyini necə yoxlaya bilər? Tutaq ki, riyaziyyat dərsindən Fərid olmasın, siz özünüz olun. Tutaq ki, müəllimə sizə hər hansı bir çoxlu misal verir və siz həmin misalları düz hesablamısınızmı, səhv hesablamısınızmı, dəqiq bilmirsiniz. Və siz müəyyənləşdirmək istəyirsinizsə, doğrudanmı sizin aldığınız cavab düzgün cavabdırmı, yoxsa yanlış cavabdırmı? Baxın uşaqlar, bu zaman biz bilirik ki, biz misal həll edərkən informasiyanın hansı prosesindən istifadə edirik? Emal prosesindən istifadə edirik. Misallar nələrdən ibarətdir? Rəqəmlərdən ibarətdir. Rəqəmlər olan informasiyanın növü nə idi? Ədəd növüdür. Deməli, bizim prosesimiz emaldır. İnformasiyamızın növü isə ədədidir. Yaxşı, bəs biz tutaq ki, bu misalları dedik ki, düz olduğunu, səhv olduğunu müəyyən etmək istəyirik. Bu tip məsələləri, yəni bu tip necə deyək,
problemlərdə bizim üçün kompüter proqramları bizim köməyimizə çatır. Tutaq ki, baxın, kompüterdə misalı həll etməyə çalışıram. 45-17. Mən bunun cavabını tapmışam. Tutaq ki, hər hansı bir, tutaq ki 12. Mən baxıb görürəm ki, 45-dən 17 çıxanda 12 cavabı düzgündürmü, səhvdirmi, bunu müəyyən etmək istəyirəm. Bunu müəyyən etmək üçün mənə proqram olaraq kalkulyatordan istifadə edirik. Deməli, biz misalımızın cavabını düzgün və yaxud da yanlış olduğunu müəyyən etmək üçün nədən istifadə edə bilərik? Kalkulyatordan istifadə edə bilərik. Deməli, kalkulyator nə oldu? Hesablamalar üçün xüsusi proqram adlanır. Kalkulyator hesablamalar üçün xüsusi proqramdır. Bu ədəd növü informasiya ilə işləmək. Tutaq ki, indi ikinci situasiyaya baxaq. Mən mətn yazmaq istəyirəm kompüterdə və bunun üçün mənə hansı proqram mənim köməyimə çatır? Mətn yazmaq üçün kompüterdə mətn redaktorları istifadə edilir. Bir də təkrar edək. Kompüterdə mətn yazmaq üçün mətn redaktorlarından istifadə olunur. Bizim mətn redaktorumuzun adı nədir? Notepad. Baxın, burada şəkli də var, adı da göstərilir. Deməli, bizim mətn redaktorumuzun adı nədir? Notepad. Mətn redaktoru olan Notepad mətnlərlə işləmək üçün nəzərdə tutulmuş proqramdır. Xahiş edirəm, uşaqlar, bu mövzuları öyrədəndə proqram və qurğuları qarışdırmayaq. Qurğular biz gözlə görə bilirik, onlara toxuna bilirik. Amma proqramları gözlə görsək belə onlara toxuna bilmirik. Bax, bu cür yadınızda saxlayın. Aparat nədir? Görürük, toxuna bilirik. Proqram nədir? İstifadə edirik, görürük, amma onlara toxuna bilmirik. Çünki onlar nəyin daxilindədir? Kompüterin daxilindədir. İndi qayıdaq mövzumuza. Dedik ki, mətn yazmaq üçün hansı proqramdan istifadə olunur? Notepad proqramından istifadə olunur. Baxın, bu Notepaddə yazılan informasiyanın görünüşüdür. Baxın, telefonun ekranında bu formada, fayl formasında görünür. Yaxşı, tutaq ki, biz hər hansı bir kompüterdə şəkil çəkmək istəyirik. Tutaq ki, hər hansı bir yoldaşımızın, dostumuzun ad günüdür. Biz ona ad günü açıqca eləmək istəyirik və yaxud da bayraq şəkli çəkmək istəyirik və yaxud da hər hansı bir şəkildə ola bilər. Deməli, bizə proqram olaraq köməyimizə çatır Paint. Deməli, bizə rəngli şəkillər yaratmaqda və onları dostlarımıza hədiyyə etməkdə qrafik redaktorlar kömək edir. Qrafik redaktorumuzun adı nədir? Paint. Qrafik redaktorumuzun baxın burada şəkil də göstərilir və aşağı hissədə adı da göstərilir. Deməli, Paint nədir? Qrafik redaktordur və bizə şəkil çəkmək üçün kömək edir. Baxın, Paint'in görünüşü bu cürlədir. Yəni, səhifə görünüşü bu cürlədir. Burada görürsünüz, baxın, müxtəlif fiqurlar var, fiqurların rəngi var. Həmin fiqurları rəngləmək üçün burada xüsusi vedrə işarəsi var, pozan var, çəkdiklərimizi silmək edə bilərik. Yəni, bu barədə sonra uzun-uzun danışacaq. Biz hal-hazırda bilməliyik ki, bizə kompüterdə şəkil çəkmək üçün hansı proqram kömək edir? Paint proqramı kömək edir. Gəlin, ümumiləşdirək. Deməli, proqram kompüterdə informasiya ilə iş üçün nəzərdə tutulmuş alətlərdir. Proqram nədir? Kompüterdə informasiya ilə iş üçün nəzərdə tutulmuş alətlərdir. Biz 3 proqram keçdik sizinlə. Notepad. Notepad nə idi? Mətn yazmaq üçün mətn redaktoru idi. Paint nə idi? Qrafik redaktoru idi və orada şəkillər çəkirdik. Kalkulyator nə idi? Hesablamalar aparmaq üçün proqram idi. Baxın, burada da yazıldı. Notepad işləyir mətnlərlə. Üzr istəyirəm uşaqlar. Paint işləyir şəkillərlə, kalkulyator işləyirsə ədədlərlə. Deməli, bir də yenə ümumiləşdirək. Mətnlə işləməyə imkan yaradan proqram mətn redaktoru adlanır. Nə dedik? Mətnlə işləməyə imkan yaradan proqram mətn redaktoru adlanır. Şəkillərlə işləməyə imkan yaradan proqram isə qrafik redaktor adlanır. Bu hissələri dəftərinizə qeyd edərsiniz. Mövzumuz bu qədər. Ümid edirəm ki, hər birinizə aydın oldu. Mövzunu yekunlaşdırmamışdan öncə bir də ümumi təkrar etmək istəyirəm. Deməli, dedik ki, bugünkü mövzumuz nə idi? Proqram təminatı. Proqram nə idi?
Kompüterdə informasiya ilə iş üçün nəzərdə tutulmuş alətlərdir. Biz orada mətnlər yaza bilərik, hansı ki, bu proqramın adı mətn redaktoru adlanır və adı Notepad-dir. Şəkillərlə iş üçün qrafik redaktorlardan istifadə olunur. Proqramımızın adı Paint-dir. Hesablamalar aparmaq üçün ədədlərdən istifadə olunur və hesablamalar aparmaq üçün olan proqramımızın adı nədir? Kalkulyator. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, hər birinizə qısa da olsa məlumat verə bildik. İzlədiyiniz üçün təşəkkürlər.